Ramil, yeni bank işçisi. Leyla, kredit məsələləri üzrə mütəxəssis. Leyla, sənə bir sualım var. Mən daşınar əmlakın yüklülüyü ilə bağlı araşdırma aparıram. Amma daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin necə işlədiyini heç cür anlaya bilmirəm. Ən maraqlı məqama toxunmusan. Bildirim ki, reyestr daşınar əmlakın yüklülüyünün yaranması, yüklülüyə dəyişiklik edilməsi, ona xitam verilməsi və yüklülüyə etiraz edilmə ilə bağlı bildirişlərin qeydə alındığı dövlət informasiya sistemidir. Bax bu, reyestrin rəsmi saytıdır. Reyestr bildiriş əsaslıdır. O necə bildiriş əsaslı olur? Yəni, reyestr daşınar əmlakın yüklülüyünün yaranması, yüklülüyə dəyişiklik edilməsi, ona xitam verilməsi və yüklülüyə etiraz edilmə ilə bağlı bildirişlərin sistemləşdirilmiş məcmusundan ibarətdir. Reyestr bildirişlərin daxil edilməsi və bildirişlər üzrə axtarış aparılması üçün fasiləsiz fəaliyyət göstərir. Bəs bildirişi kimlər daxil edə bilər? Daxil edilmə əsasından asılı olaraq bildiriş yüklülük sahibi, müraciət etmiş şəxs və ya qurumun özü tərəfindən daxil edilir. Yüklülük sahibi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, fini və olduğu halda VN, əlaqə məlumatları, əcnəbi olduqda isə pasportunun seriyası, nömrəsi və əlaqə məlumatları daxil edilir. Yüklülük sahibi dövlət və ya bələdiyyə orqanı, habelə hüquqi şəxs olduqda onun adı, hüquqi ünvanı, VN və əlaqə məlumatları, xarici hüquqi şəxs olduqda isə latın hərfləri ilə tam adı və əlaqə məlumatları daxil edilir. Demək, daşınar əmlakların yüklülüyü haqqında məlumatı reyestrdə saxlamaq mümkündür. Ən doğru yerdə və ən şəffaf formada.